Aşağıdakı misraları dəyərli yazar və şair rəhmətli Mir Hüseynqulu Riyahəfərin gözəl bir şeirinə cavab yazmış idim. Qara gün gedər, qabarlı əllərə məlhəm olaydım, bağlı dodaqlara açar aqardaş, sınan qanatlara əlac tapaydım, dözülməz dərdlərə dərman aqardaş. Şeirindən püskürür volkan nəfəsi, hər bir misrasından məzlum naləsi, get-gedə ucalır ellərin səsi, gedər bu qara gün, qalmaz qardaş. Təbrizdə alışar ocağın közü, qaranlıq boğular, görər göz gözü, buna şahid olar tarixin özü, gedər bu qara gün, qalmaz qardaş. Savalan dağından günəşin parlar, azadlıq müjdəsin ellərə carlar, günəş qara qışı basar budarlar, gedər bu qara gün, qalmaz qardaş. Sara gedib niskilləri qalıbdı, qoçaq qızlar Tumrus yerin alıbdı, təpəgözü yaman çaşbaş salıbdı, gedər bu qara gün, qalmaz qardaş. Gün çıxar gətirər çiçəkli yazı, göy sular qucaqlar ördəri qazı, lalələr boy atar 5 qarış azı, gedər bu qara gün, qalmaz qardaş. Göy Xəzərdən sular Urmiya axar, bəndləri sındırırıq, quduzlar baxar, çaylar ıldırım tək gölümə çaxar, gedər bu qara gün, qalmaz qardaş. Urmudan Bakıya körpü sararıq, qəsbikar canına qorxu calarıq, doğma Qarabağı geri alarıq, gedər bu qara gün, qalmaz qardaş. Eşitdim Seydin ürək sözünü, görmədim yekəndə onun özünü, Mir Musa da yummaz zülmə gözünü, gedər bu qara gün, qalmaz qardaş, gedər bu qara gün, qalmaz qardaş. 2014-cü ilin aprel ayı Malmo.